Türk Dünyası.az xəbər verir ki, 22 may 2025-ci il tarixdə Yevlax şəhər Mədəniyyət Mərkəzinin filialı Şəhər Yaradıcılıq Evində Respublikanın əməkdar mədəniyyət işçisi Zöhrə Adgözəlovanın təşkilatçılığı ilə Qonağım var, Yevlaxla tanınanlar, Yevlağı tanıdanlar layihəsi adlı tədbir təşkil olunub. Tədbirin təşkilatçı və rəhbəri Zöhrə Adgözəlova giriş sözü ilə tədbiri açıq elan edərək, tədbirin mahiyyəti barədə tədbir iştirakçılarına məlumat verərək qonaqları salamlayıb. Tədbirdə şəhid ailələrini, Yevlax şəhər İcra Hakimiyyətinin əməkdaşları, Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının sədri, təhsil səhiyyə mədəniyyət işçiləri və media nümayəndələri iştirak ediblər. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla anıldıqdan sonra söz şeirə və musiqiyə verilib. Daha sonra tamaşaçıların alqışları ilə səhnəmizin qonağı, bəstəkar şairə Sevinç Akif qızı Mansurova səhnəyə dəvət aldı. Daha sonra Yevlax şəhərinin tanınmış müğənniləri Sevinç Mansurovanın şeirlərini səsləndirib, bəstələrini ifa ediblər. Biz də Türk Dünyası.az informasiya portalının bütün yaradıcı kollektivi adından dəyərli bəstəkar şairə, kulturolog Sevinç Mansurovaya uğurlar arzulayırıq. Neçə igidlərini yurdusan, cənnət Qarabağa gedən yolumsan, darda olsam köməyimə çatansan.